Bizə deyir ki, birinci sualda qrafik fayllar verilmişdi və kilobaytla müəyyən edin. Bir klasterin ölçüsü nə qədərdir? 16 kilobaytdır və qrafik faylları axtarıram. Hansılardır? ODC, TIFF, bir də burada IPG var. 230 kilobaytdır və bir klasterimiz, baxıram ki, yaddaşda 16 kilobayt tutursa 230-u da bölürük 16-ya ki, görək bizə neçə klaster lazımdır. Bu da eləyir 15 dənə klaster. Eyni qaydada 202-ni də bölürük 16-ya ki, baxaq burada neçə klaster lazımdır. Burada 13 klaster lazımdır. 324 də bölürəm 16-ya. Burada da 21 klaster lazım oldu. Deməli, bunları da topladığımız zaman bizə nə verir? 49. Obşi 49 klasterə ehtiyacım var. Amma mənə deyir ki, diskdəki həcm nə qədərdir? Bir klasterin də tutumu 16 kilobaytsa, 49 da vururam 16-ya, alıram 784. Cavab elə E variantı. Baxın, bir proqram təyinatı nədir? Özümdən bura bir neçə ədəd yazıram inputda. 2, 4, 6 və 3. Diqqətimiz burada olsun. Şərt doğrudurmu? Doğrudur. Faiz o nədir? Qalğa götürür. Bax, D bərabər olacaq 3-ə. Gəldi. M'in qiyməti 0-dır. M ilə D-ni müqayisə edəcək. D-nin də qiyməti 3-dür. Şərt doğrudur, hə? M olacaq yuxarına 3. Burada da tam hissəni götürəcək. 3 getdi. Yenə 246 böyük 9-dan, hə? Düşdü aşağı. D bərabərdir. Yenə nəyə? 6-ya. Gəldi. M-in qiyməti bu dəfə 3-dür. D-nin qiyməti 6-dır. Şərt doğrudur. Doğrudur. Düşür aşağı. M olacaq bu dəfə 6. Yenə tam hissə oldu neçə? 24. Şərt doğrudur. Doğrudur. D-nin qiyməti bu dəfə oldu neçə? 4. Gəldi yerinə qoydu ki, baxaq görək şərt doğrudurmu? 6. D-nin də qiyməti oldu 4. Şərt doğrudur? Yox. Onda sadəcə bu hissəni yerinə yetirdi. Sərbəst operator qalxdı yuxarı. Yuxarı qalxanda da uşaqlar 2 9-dan böyük olmadığına görə biz çıxırıq. Deməli, mən 2 ilə heç bir işim olmadı. 4, 6, 3-ün arasında da M-i çap elədik. M-in qiyməti, sonuncu qiyməti nə oldu? 6. Deməli, bu üçünün arasında ən böyüyü götürdüm və sonuncunu nəzərə almadım. Deməli, daxil edilmiş soldan ilk mərtəbəsini nəzərə almıram və almadan maksimum rəqəminin çap edilməsidir. Üçüncü suala baxaq. Üçüncü sualda əgər foreign range görülürsə, deməli bu indeksinə elementə birbaşa müraciətdir. Yazıram 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Gənclər, gəlirəm bura, foreign range, i1, i alır hansı qiyməti? 1 qiyməti. Burada deyir ki, a, baxın, i-nin yerinə yazıram 1. Birdən biri çıxan nə qalacaq? 0. A-nın 0-cı elementi deyir. Əgər A-nın 0-cı elementi şərti də yoxlayaq və A-i A-nın, yəni birinci elementidir. A-nın 0-cı elementi A-nın birinci elementindən böyükdürsə və yaxud da ki, bərabərsə bu gövdə yerinə yetirilsin. Gəlin, mən də yoxlayıram ki, A-nın 0-cı elementi məndə 7-dir. Birinci elementi 1-dir. Şərt doğrudur, hə. T bərabər olacaq A-i-yə, yəni A-nın birinci elementinə. I-nin yerinə 1 yazanda bu qapalı mörtəzə nədir? İndeksə görə müraciətdir. T oldu 1. Sonra A-i, A-nın deyir ki, A-i nədir? Hal-hazırda 1. Birinci elementi bərabərdir A-nın 0-cı elementinə. Bax, A-nın birinci elementi, yəni 1-i silirəm, yerinə yazıram 0-cı elementi. 0-cı element nədir? 7. Sonra burada deyir ki, A, i-nin qiyməti nədir? 1. Birdən biri çıxan nə qalacaq? 0. A-nın 0-cı elementi bərabər T-yə. T harada nə qiymət alıb? 1 qiymət. Diqqət eləsəz, görərik ki, 7 və 1 yerini dəyişdi. Şərt doğru olduğu halda, deməli, qiymətlər, elə bir ki, 0-cı element öz qiymətini verdi 1-ə, birinci element öz qiymətini verdi 0-a. İndi bunlar getdikdən sonra növbəti. I alacaq hansı qiyməti? I alacaq 2 qiyməti. İkinci element də nədir? 8-dir. 2-dən də 1-in çıxanda 1 qalacaq. Onda birinci və ikinci elementi müqayisə edəcək. Buradan artıq mən bir dəfə həll elədiyimə görə digər hissələrinə baxmıram. Hər dəfə dövrəniyə girib çıxım ki, əks halda S-nin üstünə 1 gələcək. S də 0-dır, hər dəfə 1 gələcək. İndi buradan baxıram. Bu ikisini yoxlamışam artıq. Şərt doğru olub. İndi bu ikisinə baxıram. Birinci element ikinci elementdən böyükdürmü? Birinci element ikinci elementdən böyükdür, uşaqlar.
Yox, ödəmədi. Birinci element 7-dir, ikinci element 8. Onda LC-yə keçəcək. Elə C-nin üstünə gələcəyik biz 1-i. Sonra keçirəm növbəti elementə. Bu dəfə i alacaq 3 qiymətini. Bu dəfə də baxın bu 2 elementi müqayisə edəcəyik. 8-dən 9-u. 8 böyükdür 9-dan. Yox. Yenə şərt ödəmədi. Yenə C-nin üstünə gələcək nəyi? 1-i. Sonra keçəcək növbəti qiymətləri müqayisə edəcək. Hansı qiymətlər? Təbii ki, hər dəfə 2-2 bu qiymətləri müqayisə edirik də, düzdür? 8 ilə 9-u müqayisə elədik. İndi 9 ilə 10-u müqayisə elədim. Yenə də şərt ödəmə 9 ondan böyük deyil. Plus 1 əlavə edirəm. Sonra 10 ilə 10-u müqayisə edəndə burada baxın bərabərlik halı olduğuna görə burada şərt ödədi. Şərt ödədiyinə görə də bunlar bir-birindən yerini dəyişdiyinə görə hər ikisi ilə 10 olacaq da. 5-ci element öz qiymətini verir 4-ə, 4 də 5-ə, hər ikisində 10-dur deyən dəymirəm onu. Sonra 5 ilə 6 müqayisəyə gedir. 10-cu element, 5-ci element 6-cı elementdən böyükdür. Onda bunlar bir-birinin yerini dəyişəcək. Deməli 10 olacaq 9, 9 olacaq nə? 10. Sonra təzədən 6 və 7-ci elementi müqayisə edəcəyik. 6-nın yerinə 10-dur. Bu da 9. Şərt doğrudur, doğrudur. Bunlar da yerini dəyişdi. Bu təzədən oldu 9, bu oldu 10. Sonra 10 ilə 8 şərt ödədi, ödədi. Bu dəfə 10 öz qiymətini 8 edəcək, 8 öz qiymətini 10 edəcək. 10 11-dən böyükdür, yox. Burada da onda LC-yə düşəcəm, plus 1 əlavə edəcəm. Neçə dənə 1 əlavə elədim? 4 dənə. C-nin qiyməti olacaq 4. Deməli, bir dəfə bir məsələnin yerinə, gövdəni yerinə yetirdikdən sonra digərlərinə ehtiyacımız olmur. 4-cü suala baxaq. Biz siyahıları toplaya bilirik də, düzdür. Toplayana nə yan-yana yazılır? Yenə bu siyahıdan 25, 100, 35, 50 və 70 alacaq. Siyahı uzandı. İndi deyir ki, 0-dan 8-ə qədər ədədlər 0, 1, 2, 3, 4, 5, 6, 7. 8-in özünü götürə bilmir yaxın. Hər dəfə deyir ki, sum 0-dır. S, bax, S-in 0-cı elementini deyir, sum üstünə gəl. 0-cı element nədir? 25. 25. Üstə gəlməsin, sonra deyir S-in 1-ci elementi. 1-ci element nədir? 100. Sonra üstə gəl, 2-ci element. Hara qədər? Ta ki, 7-ci elementə qədər olan bu elementləri mən nə edəcəm? Cəmləyəcəm. Cəmləyəndə neçə alıram? 440. 5-ci sualda belə bir ədəd verilib bizə. Ədədi input vasitəsilə daxil etdi. Okey. List vasitəsilə nə edəcək? Listə çevirdi. Sortda azdan çoxa doğru sıralayır. Bax, bizim sıra verdiyimiz belə olacaq deməli. 1, sonra 2, sonra yenidən 2, sort azdan çoxa sıralayır. Sonra 3 və 5. Başqa var ədəd? Yoxdur. İçinə yazdım, indi başqa bir şey yox olacaq. Aha. Sonra görün nə deyir? X gedir, hər dəfə B-dən qiymət götürür. X birinci alacaq 1 qiymət. 1 bərabərdir 2-yə uşaqlar? Yox. Sonra gedib 4 davam edir. X götürdü 2-ni. 2 2-yə bərabərdir? Hə. Onda deyir ki, B-yə son 0 əlavə. B nədə əlavə etməkdir? Amma hara əlavə edir? Sona. 0 əlavə etdi. Sonra təzədən qalxdı, yenə 2-ni götürdü X. 2 2-yə bərabərdir? Hə. Yenə deyir 0 əlavə edə. Son. Sonra gəldi 3-ü götürdü, sonra gəldi 5-i götürdü. Və beləliklə biz x-in ala biləcəyi qiymətləri bitirdik. Deməli, nə zaman 2-yə bərabər olsa 0 əlavə etdik. 2 dənə 2-miz vardı, 2 dənə 0 da əlavə etdik. Join birləşdirməkdir. Amma necə birləşdirilir? Suma halında vergülə görə birləşdiriləcəkdir. Amma hal-hazırda nəyə görə deyir birləşdir? 3-ə görə. Hər vergüldən sonra mən 3 yazıram. Bax, ikisinin arasında birləşdirək. Hər vergüldən sonra 3 yazıram. Və beləcə cavab nə olacaq? Y variantı. Deyir ki, ardıcıl olaraq 3 və 4 ədədləri daxil edilərsin. Birinciyə 3, ikinciyə 4 ədədini daxil edirəm. A-nın qiyməti 3-dür. 3-ün üstünə 1 gələndə elədi neçə? 4. İ ala bilir uşaqlar. 1-i, İ ala bilir 2 qiymətin və İ ala bilir ancaq 3 qiymət. Gəldi, İ aldı 1. Orada bir dənə şərt doğrudursa, zaten doğrudur. İkinciyə ehtiyac yoxdur. Bizə true qiymət verir və printi görə bilərik. İnin ilk qiyməti 1-dir. 1 1-ə bərabərdir. Hə.
A-nın qiyməti də 3 dəyişmirdi. Yine buraya yazıram. 1 3'e bərabərdir. Yox, amma bir dənə doğru varsa trudur. Bir B vurulsun ulduza. B'nin qiyməti bizdə nədir? 4. 4 dənə ulduzu bir-birinə vurur. Yəni 4 dənə siyahını da, sətirləri də vuranda nə edir? Yan-yana yazılır da, düzdür? Və ortada boşluq var. Mən elə ulduzları yazıram ki, 1 boşluq qoyuram. 2 boşluq qoyuram. 3 boşluq qoyuram. 4. 4 dənə ulduz. İndi qalxdı yuxarı təzədən. İ gedir növbəti 2 qiymətini alır. 2 qiymətini aldı. 2 1-ə bərabərdir, yox. 2 3'e bərabərdir, yox. Onu da LC keçdik. LC-də nə deyir? Deyir boşluq, bax, bu ulduzu yaz. Üstə gəlsin. Bax, boşluq, sonra ulduz yazdım. 2 vurulsun B. B'nin qiyməti 4. 2-ni 4-ə vurdu. 8. 8-dən 5 çıxdı 3. Bax, bura mənə 3 verdi. 3 vurulsun nəyə? Boşluğa. Bu zaman nə verəcək bizə? 3 dənə boşluq. 1 boşluq, 2 boşluq, 3 boşluq. Sonra üstünə gəlsin bir dənə də ulduz. Bax, belə. Sonra bitdi. Keçirəm. İ götürəcək 3 qiymət. 3 1-ə bərabərdir. Yox, amma 3 A-ya bərabərdir. Hə, 3 A-nın da qiyməti 3-dür. Yenə print onu yerinə yetir. Bu da dedi ki, nədir? 4 dənə ulduz yazdı. 1, 2, 3 və 4 dənə ulduz yazdı. Cavabımız nə oldu? A variantı. Sonra 7-ci suala baxırıq. Input vasitəsinin F-ə nəyə daxil etdi? 4 qiymətini daxil etdi. Bunu burada saxlayırıq. Split parçalayır. Boşluğa görə parçalayır. Və siyahıya çevirir uşaqlar. Elə ki, burada hər biri bir dənə siyah listə çevirdik. Bunları STR-ə çevirdik və siyah elədim. Deyir K-nın qiyməti 0-dır. Len S. S-i sayır. 1, 2, 3, 4, 5, 6. Bu da 0-dan 6-ya qədər qiymət alır. 6-nın özü daxil deyil. 0, 1, 2, 3, 4, 5. A-nın 0-cı element. Görək burada nə deyir? Deyir ki, S-in 0-cı elementi. 0-cı element nədir? Baxın. Deyir 0-cı elementin say. Sayanda nə verəcək bizə? 4. Bax, bu hissə bizə verdi 4. F neçədir? 4. 4. Bu şərt ödəyir. Hə, 4 4-ə bərabərdir. Hə. K-dan deyir 1 çıx. K da 0-dır. 0-dan 1-in çıxanda mənfi 1 aldı. Sonra gedir. İ alır 1-i. 1 alanda nə olacaq? Birinci elementini deyir say. Birinci elementin 2 dənə simvol var. 2 dənə. Şərt doğrudur. F-də 4 idi axı. Doğrudur mu? Doğrudur. Deməli K olacaq. Mənfi 2 bu dəfə. Sonra deməli biz hər dəfə ikinci elementin 2 dənə element var. 3. Yəni burada da yenə 3 4-dən kiçik olduğuna görə K olacaq mənfi 3. Kapital sözündə 5, 6, 7 dənə hərf var. Şərt ödəmir. Bir də dördüncüsdə of sözündə 2 dənə hərf var. Burada da şərt ödəyir. K oldu mənfi 4. Azərbaycan sözündə də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə simvol var. Burada da deməlidir. K-nın da sonuncu qiyməti nə oldu? Mənfi 4. Remove S. İlk qarşılaşdığımız S-i silir. Sildik. Insert ikinci elementləri R əlavə edir. 0, 1, 2. Elə bir ki, M-i biraz sağa doğru çəkir. R özü burada yerləşir. Deyil, N2-dən deyir ikinci elementi sil. Все. Əlavə etmişdik, həmən də sildik. M1-ə R əlavə elə. R əlavə. Join bunları birləşdirir. M1-dən N2-nə. Deməli, bir dənə siyah olacaq. Count saymaqdır. Ya R-ləri sayacaq, R-ləri sayın. S-dən R var. Bax, bir dənə R, 2 dənə R və 3 dənə R. A-nın bax, adı F1 üçün qalxan yuxarı 5, 2, 6. Bax, F1-i harada gördüm? F1-i harada gördüm? Burada gördüm. 5, 2, 6. A-nın qiyməti neçədir? 5, S-nin qiyməti 6, B də 2. 30, üstünə də 2 gəldi. 5 dəfə 6-nın 30, üstünə də 2 gəldi. Neçə elədi?
32. Deməli, bax bu A qaytardı. Biz 32 qiyməti bura. Aşağıda yenə görürəm bu A-nı. 32-ni buraya yazdım. F2 üçün qalxıram yuxarı. Deməli, 2, 3 və 32 üçün qalxdım yuxarı. A faiz 2. A-nın qiymətinə baxıram. 2-dir. 2-ni 2-yə böləndə qalıq 0-a bərabərdir. Hə. B-nin qiyməti neçədir bizdə? 3-dür. C-nin qiyməti 32-dir. Şərt doğrudur burada. Hə. Onda bunu yerinə yetirirəm. Aynen C-ni topla. A-nın qiyməti 2-dir. C-nin qiyməti 32-dir. Bizə verdi 34 qiyməti. 10-cu sualda bunu 8 2 üstü 3 kimi yaza bilərdik. Bax 2 üstə gəlsin x kimi. Bu da eləyəcək 2. 6 üstə gəlinsin 3x. Düzdürmü? Bu da bərabərdir. 256-da 2 üstü 8 kimi yazaram. Amma bura bayıtdır, bura kilobaytdır. Bayıta çevirərəm. 2'lər də getdi. 6 üstə gəlsin. 3x bərabərdir 18. X də bərabərdir 4-ə. Çocuklarım, əgər 0 varsa yol yoxdur. 1 varsa yol var. A-dan həm B-yə, həm D-yə yol var. Elə A variantı olacaq bu ehtimal. B-dən A-ya yol var. B-dən C-yə yol var. Və B-dən Y-yə yol var. Bax, həm buranı ödədir. C-dən təkcə B-yə yol var. Bu da ödədir. D-dən həm A-ya, həm də Y-yə yol var. Y-dən həm B-yə, həm də ki D-yə yol var. Elə oldu A variantı. 12-ci sualda hər dəfə 2-yə bölə-bölə gedir, düzdür. 128-dən 2-yə gələcək, düzdür. Neçə dəfə dövr davam eləyəcək? Bəli, neçə dəfə oldu? Mən işləmişim. Ümumiyyətlə hamısından deyirəm ki, dövr neçə dəfə davam edəcək? 7 dəfə. 7-nin dəfə davam etdikdən sonra biz hansı qiyməti alırıq? 2. 2. Və 2-də biz çıxırıq da 2-ni götürürük. Yox. Düzdür? Yox. Aha. Deməli, A128 yoxlayır, şərt doğrudur, yox. 2-yə bölür və B-ilə toplayır. 128'in özünü toplamır. 64'ü topluyor. 32'ni topluyor. Sonra 16'nı, 8'i ve 4'ü topluyor. Düzdür. Aha. 2'ni topluyor yoksa yok. Yox da yox. Bərabər olur. Gedir hər yer. Axı bax 4'ü böldü. Axırıncı 4 almış. 4'ü 2'ye böldü. 2. 2'ni geldi burada topladı. 2 şərt doğrudur. Hə çıxdı. 2'ni 2'ye böləndə 1 eləyir. 1'i toplamır. Burada bizdə neçə eləyəcək? 126. Ne variant? Yarışda iştirak edən 1000 nəfərdən 1000 nəfəri mən minimal bitlə kodlaşdırsam eləyəcək 10 bit. Düzdür. 2-nin qüvvətləri arasına qoydunuz 10 biti götürürüz. Finala çıxan 300 şagirdin bir şagird 10 bitsə 300-də vururam ona. Bu da eləyir 3000 bit. Amma baxaq, cavabı bizdən byte olaraq soruşur. Bölürək nəyə? 8-ə eləyir 375. İki dənə mətn var. Baxın, elə mətnə baxan kimi bax görürük ki, nə var? Kursivli yazılan var, qalın var, sətirlər arası məsafə dəyişir, bu daha balacadır. Və tam düzləndirmə var biz burada. Deməli, kursivli, şriftin növ dəyişilib, yox, kursivlə istifadə olunub, tam düzləndirmə var, mərkəzə yoxdur, sətirlər arası məsafə dəyişib, bunlar daha böyükdür, onlar daha kiçikdir. Qalın şriftdən istifadə olunub, bəli. Deməli, cavab olacaq E variantı. Sonra 15-ci sualı bizim elə axırıncı sual tipimiz deyəndə, daha doğrusu mövzumuz qlobal şəbəkədir də bizdə bir dənə HTML dərsi qalıb. Həm 15-i, həm də bundan başqa bir dənə sual var idi. İkisində sonuncu dərsimizdə izah edik.
Sonuncu dərsimizdə izah elədiyimiz dərs mövzudur. Keçən dərsimizin müzakirəsi oldu. Deməli, bizdə nə var? Ədəbiyyat, ədəbiyyat. Əgər üçü də kəsişibsə, üç dənəsini yan-yana yazıram, ha. İnformatika, çocuklar. Birdəki nə var? Ədəbiyyat, informatika və riyaziyyat. Çocuklar, bunların üçünün kəsişməsinə verib bizə, bakayım, 12. Bir də informatikanın riyaziyyatın kəsişməsi 32-dir, bura. Amma 12-si buradadır, bura qalıb 20. İndi baxıram ki, iki dənə or var. Ədəbiyyatdan, bu ədəbiyyat və informatika ikisi birləşəndə 146 verir. 1, 2, 3. Üçü birləşəndə 190 verir. Bu hissə bura aid deyil. 146-ya. Mən onda elə 190-dan 146-nı çıxıb, bu hissəni ala bilərəm də, düzdür. Çıxanda da neçəsi qalır? 44. Riyaziyyat özü də opşinə qədər 85-dir. Bax, 85-in 40, daha doğrusu riyaziyyat 85, 85-in 44-ü aşağıdadır. Sonra 32-si də burada yuxarıdadır da. 44-ü mü? 44-ü aşağıdadır. 20-si buradadır, 12-si buradadır. Bura nə qalacaq? 9. Riyaziyyat neçədir? 84-dir. 84, 85 yox, 84. Onda 8-i. 8-i qaldı. Bizdən də elə bax, bu hissəni soruşur da. Bizim digərlərinin nə işimiz var? Deyir ki, ədəbiyyatla riyaziyyatın kəsişməsinə qədərdir? 20. 16-cı sualda bizə deyir ki, Kaş şəhər Haç şəhərindən keçməklə getmək üçün. Keçməklə deyir, keçməməklə demir. Ancaq Haçdan keçməliyim uşaqlar. Bax, S-dən Haça yol var, amma S-dən D-yə yol var. Mənim bundan işim yoxdur. Bu Haçı görmür. D ümumiyyətlə Haçı görmədiyinə görə D-ni ümumiyyətlə bax, çıxarır. Bax, bu hissələr getdi. Buradan F-in bax, bu qolu Haçı görmür. Bunu da buradan sildim. Yerdə qalan, gedənlərin hər bir haşı gördük. A-dan çıxanların üstünə 1 yazdım. Elə C-dən çıxanın üstünə 1 yazdım. B-dən çıxanın da üstünə 1 yazdım. F-dən çıxanın da üstünə 2 yazıram. Çünki 2 dənə yol gəlib. Bu 2 yola türdü haşa. H-dan çıxanların üstünə 4 yazırım. C-dən çıxanların da üstünə 4. I-dən çıxanın üstünə 8. C-dən də 4. Elədi neçə? 12. Sonra tələbələr səssiz video çarx hazırlamaq qərarına gəldi. Kadr. Ümumiyyətlə, bu tip suallarda həmişə deyir ki, nəyi görürsənsə bir-birinə vur. Elə həmin şeydir. 209, nöqtələrin sayı 209. Üstür nədir? Həcm bərabərdir. A vurulsun, B vurulsun, N vurulsun, kadr vurulsun, tez zaman. Sonra N-imiz nə qədərdir? Bax, rənglərin sayı 224 verir. N-imiz də 24 vurulsun, 24. Sürəti kadrın sayı 28-dir və 1 dəqiqəlik. Bizdə də zamanı həmişə demişik ki, saniyə ilə göstər. Bölürəm. Bax, bunun hamısı 24 bit olduğuna görə bura bizdə bitdir. Biz cavabı megabaytdan soruşduğuna görə bölürəm 223-ə. Bu deyilir elə 1260. 18-ci sualdır. Bax, B1, 7, çıxılsın A1. Neçə qaldı? 2. Bax, biz demişik ki, sağdan sola hərəkət edir də. Bax, bura bizdə nəyin qiyməti A2-nin? 2-dir. Bu 17% isə burada avtomatik olaraq 2-dir. Mənə də deyir ki, digərlərinə baxmıram. Cavabda deyir ki, 2-ni necə ala bilərəm? Evet, baxın gözümə də girir. S1-i qiyməti 8-dir. D1-in qiyməti 4-dür. 8 4-ə böləndə 2 alırım. Deyir ki, bir ədəd su zambağı var. Gənclər. Birinci gün, ikinci gün, üçüncü gün, 4, 5, 6, 7, 8, 9, 10. 10 gün bu su zambağı nəsə
artır. Və birinci gün bir dənədir. 2 dəfə artırsa ikinci gün 2 olur. 2 dəfə artdı oldu 4. 8, 16, 32, 64, sonra 128, 256 və 512. 512-nə tam dolu deyil. Tam yarısının dolması üçün tam dolu 512 ise yarısı 256. 256'nın dolması üçün neçə gün lazımdır? Belə buradan bəllidir ki 9 gün. Və bu ifadə rahat olar da sizə çevirmək. 0, 1, 2, 3. Bu noktada zaten 0, 1. Rahatlıkla hesablayabilirse cevabı edəcək. Mənfi 128 səhv etmirəmsə. 21-ci sualda Kərimli H.A. Əvvəlcə Kərimli H.A.'nı axtarırım. Aydın nömrəsi 200. Bunun nəvəsini axtarırım. Əvvəlcə baxıram ki, Kərimli H.A. uşaqları kimdir? 200'ün 2 dənə uşağı var. 200. 1 205'ti. Bu da ki 817'dir. Və bunlar bu uşaqdır. 205'in uşağını axtarıramsa 205'i valideyn olaraq axtaracağım ki, görüm neçə uşağın valideynidir. Həm burada, həm burada gördüm. Daha doğrusu bu var. Bir uşağı 207'dir, bir uşağı da 206'dır. Bitti, başqa uşağı yoxdur. 817 uşağı var, var. 668. Bunlar nədir? 200'ün nəvələri. 1 nəvə, 2 nəvə və 3 nəvə. Və 22-ci sualla biz qapalı suallarımızı nə edirik? Yekunlaşdırırıq. Onu bizdə nömrələnmiş siyahı oldu. Sizin hamınıza mən ictimai bu həftə keçirəcəm. Ulduzlu sual, yəni hamınıza düz götürəcəm. A-nın bir qiymətini təyin edin. 4'ü 2'ye böldü və vurdu 2'ye. 2'yi 2'ye vurdu 4. 2'ni vurdu A'ya. 8, 3'ü vurdu B'ye. Yəni 4'ə, elə də 12 toplayanda 20. Orada tək xətdən 20.0. Sonra ben 24. sual deyirdim ki, həm bayaqki həm də 24. sualı biz keçən dəfə müzakirə eləmişik. Olduğu kimi suallardır demin kitabında. 2'də 1 hissəsi ötürülür. 2'də 1 T. Vurulsun nə qədər? İlk yarısında. 3 vurulsun 220. Üstə gəlsin qalan yarısı. Qalan 2'də 1'i 6 vurulsun 2 üstü 19 bitdən ötürülür. Megabaytda çevirən bitə option nə qədərdir? 120 vurulsun 223. İndi mən bunu sadələşdirmək üçün bu qədər şeylə işləməyim də. Bunların hər birini 219'a bölürüm. Mənə daha rahat olacaq. Qalacaq burada deməli nə? 3T. Çünki aşağıda da 2 var. Getdilər. Üstə gəlsin yenə. 19'lar getdi. 2 ilə də 6 getdi. Burada da T var. Ha? 3T bərabərdir 120 vurulsun 16. 6T də bərabərdir 120 vurulsun 16. T də bərabərdir deməli 2 16'ya da vuranda 320. 220'sin. Sonra 25'də deyir ki, hər səhifədə 200 simvol olan 15 səhifəlik məlumat var. Heç nə. Simvolu bir səhifədə 200-dürsə, 15 səhifədə 2000'i vururam 15'i. Mətni çap etmək üçün 1 saniyədə 500 səhifəsin simvolunu çap edirlər. Bəs 2000 vurulsun 500 simvolu, daha doğrusu 500 simvolun çap edirlər. O zaman deyirəm ki, bunu neçə saniyədə çap edərlər axtar. Yəni bunu normal tənasüb qıraq və həcmimiz bəllidir. Aşağıdan yaz. Deməli 1 saniyədə 500 simvol çap edirlərsə, düzdür. Saniyəni bilmirəm nə qədərdir, amma dəqiq bilirəm ki, çap edəcəkləri məlumat 2000 vurulsun 15'dir. X də bərabər olacaq nəyə? 60'a. Sonra bu da rahat sualdır.
B-yə vurduq 12, çıxdıq A-nı 25 neçə elədi? 36-dan 25-in çıxandı. 11, A-nın qiyməti 11-dir, B-nin qiyməti 12-dir. Şərt doğrudur? Yox, keçdim o zaman bura. 2 vurulsun 11, üstə gəlinsin. B-nin qiyməti necədir? Bizdə 12. Deməli, 22, 22 ilə də 12, 34, 27-ci sual. Deməli, A-nın qiyməti neçədir? Bizdə aşağıda veriblər. 37 və 25 üçün daxil olurum. 37 böyükdür 25-dən. Hə, burada 37-ni çap elədim. Esin, amma burada gəlir bir də təzdən ifi görür də. Bilirsiniz, bura təzdən baxıram. A-nın qiyməti 37-dir, B-nin qiyməti nədir bizdə? 25-dir. Şərt doğrudur. Hə, B-dən çıxdı A-nın. Deməli, 25-dən 37-sin çıxan neçəsi qalacaq? Bunu biraz görüm də qiymətlərlə. Bəli, neçə qaldı? 12. Amma mənfi 12. Deməli, birincidə 37 ilə mənfi 12 aldıq. Deməli, 37 mənfi 12 harada var? A, elə 1-ə getdi. Sonra keçirəm ikincinə hesablayırıq. Gətirib 19 və 2 ilə 19-u qoyuram. Şərt doğrudur? Yox. Onda LC keçdi. 19-u vurdu, 2-ni vurdu 19-a və üstünə də nə gəldi? 3 gəldi. Elədi 41. 41, bax, birinci çapa gedən 41-dir. Sonra burada yenə yoxdur. Şərt doğrudur? Yox. Yenə təzədən elə LC düşürəm. 2-ni vurur B-yə. Yəni 19-u 2-yə vuranda 38. İkincidə çapa gedən 38. 41 və 38 var. 41, 38 B-də var. Sonra 22 və 44 üçün daxil oluram. 22 və 44. Şərt doğrudur? Yox, LC-yə keçdik. Deməli, 2-ni vuracaq 44-ə. Sonra üstünə də gələcək 3-ü. Elədi 91. Bax, burada 91 çapa getdi. Birinci ifdə. İkinci ifdə qoyuram. 44 böyükdür 22-dən. Daha doğrusu, hə, düzdür. B-dən çıxırıq A-nı. Burada da neçə qalacaq bizdə? Bir dəqiqə. A-nın qiyməti neçədir bizdə? 22. B-nin qiyməti neçədir? 44. Şərt doğrudur? Yox. LC-yə düşdük. B-ni vurur, 2-ni vurur B-yə. B-nin qiyməti neçədir bizdə? B-nin qiyməti 44. 44-ü 2-yə vuranda 88. 88 də burada çap edəcək. Dolacaq yer. Gəlib düşürük bura. 28-ci. Əslində biz ixtiyari sayda ədədlərlə işləməyi öyrənmişik. Bizə deyir ki, girişdə n sayda bir ədəd daxil elə. N sayda bir ədəd daxil edirəm. Ədədim n ilə daxil elədim kiçikdir. Sonra ədədlərdən ən böyük ilə ən kiçiyin fərqini. Ürəyin istədiyi ədədləri daxil edəcəksən. Elə birinci ədədi qoy bu burada daxil etsin. Demək istədim. Minimum və maksimum ədədləri minimum bərabərdir x-ə, maksimum da bərabərdir x-ə. Bir də mən eləmək üçün nə deyirsiniz? Böyük dövrü qurmaq üçün i lazımdır mənə. Birini. Gəlirəm. I və n arasında şərti qururam. Nə qədər ki, şərt doğrudur, dövr davam eləsin. Hədə düşür, bu istifadəçi ürəyi istədiyi ədədləri daxil edir. Düşürəm aşağı. Sonra, baxıram ki, mənim ədədim maksimumdan böyükdürsə, onda hədə təbii ki, neyəcək? Maksimum bərabər olacaq bu ədədə. Yoxda isə gedəcək neyəcək? Təzdən şərt verəcək. Minimum da yoxlamalıyım yaxın. Minimumda böyükdürsə bu ədəddən hədə, bunun da həsində minimum bərabər olsun nəyə? X-ə. Yoxunda heç nə eləmirik və bunu buradan heç gücünə gətirdim. Qalxdı yuxarı və i-nin qiymətini hər dəfə bir vaid artırıram ki, dövrüm davam edesin.
Sonra bizdə nə deyir? Deyir ki, maksimumdan minimum çıxdı, düzdür. Ən böyük. Hə. Maksimum çıxılsın, minimum. Все. Sonra 29-cu sualı breaklə yazacaqmışıq. Deyir ki, n ədədi ilk 5 ədədinə, n ədədindən sonra gələn ilk 5-ə bölünür. Tak, budur. Hı, proqramdayız. Yazıram ki, A bərabərdir int input. Ədədi daxil etdikdən sonra input. Deyirəm ki, nə qədər ki şərt doğrudur, true da yazıram bura. Yəni, nə qədər ki şərt doğrudur, dövr davam etsin. Və bizə A-dan sonra gələn ədədi ta ki 4 daxil etmisənsə, 5-ə bölünən 5-i çap etsin deyir. Amma 15 daxil etmişiksə 20 daxil etsin deyən A-nın üstünə hər dəfə 1 gəlməliyim. Yəni, birdən A-nın daxil etdiyim ədəd özü də axçı olur, bölünən olar. Özündən sonra gələn lazımdır və təzədən. Deyirəm ki, A-nı 5-ə böləndə qalıq 0-a bərabərdirsə, həmin o A ədədini çap elə. Çap etdikdən sonra həmən də break ver və dövrü tərk elə. Run eləyək, yoxlayaq. Məsələn, 8 verirəm, 8-dən sonra 10 çap elədim. 15 versəm, 15-dən sonra 20-ni çap elədim. Hara getdi? 20. Belə, sonra növbəti suala baxaq. Uşaqlar, biz əslində sadə və mürəkkəb ədədlərlə işləməyi öyrənmişdik. Yəni, bir dənə sual daxil edilən 2 ədədin hər birinin sadə ədəddirsə. Bunu tək olaraq yazmaq çox rahatdır. Məsələn, bir dənə ədədin sadə olub olmadığını tapmaq. Amma 2 ədəddən istifadə etmək istəyiriksə, funksiyaya müraciət eləməyimiz daha yaxşıdır. Baxın, normalda bir ədəd daxil etsək, buradan bir dənə ədəd daxil edeyim. Bunu sadə və mürəkkəb olmadığını axtaraq. Belə A ədədi olsun dedik. A ədədin sadə və mürəkkəb. Necə taparıq biz bunu? Bir dənə isə qiymət verərəm. S0 olsun. For I in range. Ədədin özünə qədər neçə dənə böləni varsa, onu axtarıram da, düzdür. Birdən özünə qədər öz daxil olmaqla götürsəm, 2 verməliyəm. Amma elə 2-dən başlayıram ki, 0 olsun. N-ə qədər götürürəm. Daha doğrusu A-ya qədər. Deyirəm ki, əgər, bax, ədədin özü i-nin qiymətlərinə bölünürsə, hər dəfə i qiymət aldıqca bölünürsə, burada isə hər dəfə bir vahid çoxalsın. Məsələn, burada da qurtardıqdan sonra əlavə if-lə də şərt verərəm ki, s bərabər olsa 0-a, bu sadədir. Və printdə sadədir. Əks halda, bax, bu tək bir ədəd üçündür. Bizim şeyimizi ödəmir, amma printdə mürəkkəbdir. Mürəkkəb. İndi bunu yoxlayaq, sonra bunu 2 ədəd üçün yazaq. Yəni, 89 görə sadədir, yoxsa mürəkkəb. Error verdi. Biz hardasa səhv eləmişik, 7-ci sətirdə. Deyən yoxdur ki, mənim siz bunları niyə dırnaqda yazmışsınız? Hə. 23 sadədir. Ta ki 45 mürəkkəb ədəddir. İndi bunu gəlin 2 ədəd üçündür. Mən 2 ədəd üçün bunu daxil etməyim üçün uşaqlar defdən istifadə etməliyim.
Ona görə defdən istifadə edirəm deyin, aşağıdan başlayırım. Və buradan elə A bərabərdir int inputu silim bunu. Gətirim bura. A bərabərdir int input. Hər ikisinin ödəməlidir, düzdür, şərt. İki dənə də daxil elədim. İki ədəd daxil etdikdən sonra hər ikisinin sadə olması üçün mən elə eləməliyəm ki, şərt verməliyəm ki, hər iki şərt ödədikdə bu bizə doğru qiyməti versin də, yes və no deyir də, yes versin. Hər iki şərtin ödəməsi üçün mən nə götürməliyəm uşaqlar? And-dən istifadə etməliyəm. Əgər A, and, B hər iki şərt ödəyirsə, printdə neynəsin? Yes eləsin ki, evet, hər ikisidir. Əks halda da, əks halda da. Deyəcək ki, printdə bizə nə yazmışdı? Dedi ki, no yazdı. Bəli, no yazdı. Amma uşaqlar, indi mən bunu elə eləməliyəm ki, bu ədədlər hər dəfə yuxarıda qalxıb bax bu hissəni yoxlasın, sonra gəlsin. Bunun üçün bizim üçün ən rahat, ən optimal yol funksiyadan istifadə etməkdir. Başqa heç bir şey. Yazıram elə f(a). Bax, burada funksiyanı yazıram. Burada da f(b) funksiya olaraq çağıracağım bunları. Və yuxarıda da gedirəm funksiyanı çağırıram. Sadəcə nə yazacaq? Def, f, elə burada A yazmışam deyən A yazıram. F-ində. Yox, A yazmaymışıqlar bir dəqiqə. Nə bilim, N yazım. Qoy burada. Çünki aşağıda dəyişən olaraq. Burada deyim. Bir dənə bunu götürürəm. Defə mənimsədirəm. Bax, bu hissəni. Okey. Bir dənə burada bizim bir dənə problemimiz qaldı ki, bu qiymətləri bizdə return olaraq qaytarmalıdır. Başqa heç bir şey. Bu and-lə də yoxladığıma görə true və false qaytarsın da. Mürəkkəbdə də eyni qaydada. Return qaytarsın. False. Gəlin yoxlayaq görək. Haradasa error verəcəkmi? Məncə verəcək, amma neysə. Birinci sətirdə. Nədir? Hə? 2 nöqtəmizi qoymamışıq. Yenə də verim. Rayli. 6 ilə, daha doğrusu 6 yox. 7 və 13-ü daxil edirəm. Yes. Hər ikisi sadədir. Bir dənəsinin 19 və 22-ni daxil edeyim. Burada da novel proqramımız oldu bu.